Aleykümselam və rəhmətullahi və barakatuh. Burada bir belə sual var. Məzmunu ondan ibarətdir ki, bir nəfər var, şəraiti olmadığından qüsul ala bilmir. Təyəmmüm edə bilərmi? Çox ehtimal ki, nəzərdə tutulan burada cənabət və yaxud da başqa şəriətdə qüsul tələb edən amildir, yəni heyz və nifas qüsulu. Ümumiyyətlə, təyəmmümün şərti odur ki, ya xəstəlik, əgər insan məsələn xəstədir, su vurmaq buna qəti şəkildə olmaz. Ya xəstələnəcək, ya xəstəliyini çoxaldacaq. Belə olduğu halda ikinci halda da məsələ su yoxdur. Suya çatmaq mümkün deyil. Belə halda elm əhli sadəcə icazə verir ki, təyəmmüm alsın deyə. Amma su varsa, qüsul eləməyə yeri yoxdursa, bu mümkün deyilsə, şərait deyilən şeydə qəsd olunan budursa, onda o zaman təyəmmüm eləyə bilər. Çünki bu da manelərdən sayılır. Əgər su varsa, amma qüsul eləməyə yeri yoxdur. Və bu qüsul almaq mümkün deyil. Yəni, şərait kəlməsindən başa düşdüyüm budur. Amma bəzi adamlar var, şərait onu nəzərdə tutur ki, məsələ durub qüsul alsa, nə bilim, evin adamları bilər və yaxud da, nə bilim, utanar, belə eləyər. Bunların heç biri şəraitsizlik deyil. Şəraitsizlik odur ki, ya su yoxdur, ya su var, qüsul almağa yer yoxdur və bu mümkün deyil. Və yaxud da sudan istifadə eləmək sənin xəstələnməyinə və yaxud da xəstəliyin çoxalmasına səbəb ola bilər. Bunlardır sadəcə şərait söhbəti. Əgər bunlardırsa, problem yoxdur. Allahu aləm.